Hər vaxtınız xeyir olsun dəyərli kolleqalar. Bugün sizə ultrases müayinələri içərisində aktual mövzulardan biri olan neonatal neyrosonoqrafiya haqqında danışmaq istəyirəm. Əlbəttə, prezentasiyada təqdim etdiyim materialların əksəriyyəti bu sahədə çalışan təcrübəli həkimlər üçün yenilik olmasa da, ən azından təkrarlamaq nöqteyi-nəzərindən yardımcı ola bilər. Eləcə də yeni başlayan kolleqalarımız üçün ana dilimizdə, xüsusən anatomik ultrasonoqrafik yöndən bir məlumat bazası meydana çıxartmaq üçün köməkçi bir vasitə ola bilər deyə düşünürəm. Və artıq prezentasiyaları mütəmadi dinləyən kolleqalarımıza aydın olduğu kimi mövzunu iki hissəli şəkildə təqdim etməyi planlaşdırmışam. Birinci hissədə müayinənin texniki və baza anatomik hissəsi, ikinci hissədə isə patologiyalara bağlı dəyişikliklər barədə danışacağıq. Beləliklə, bu iki hissəli mühazirəmizdə biz biraz öncə qeyd etdiyim kimi tədqiqat istiqamətimizi 3 əsas prinsipə uyğun olaraq aparacağıq. İlk öncə neyroanatomiya, ardınca müayinənin texniki tərəfi, yəni burada müayinədə istifadə edilən ötürücülər və müayinə pozisiyaları ilə tanış olacağıq. Ardınca sıxlıqla aşkar edilən patoloji durumlar haqqında slaydlar təqdim edəcəyik. Başlayaq müayinənin texniki hissəsindən. Bildiyiniz kimi bütün ultrases müayinələrində olduğu kimi neyrosonoqrafiyada da iki əsas rejimdə müayinə aparılır. B rejimi və Doppler rejimi. Bu rejimlərdə müayinə üçün əsas istifadə olunan ötürücülər isə əsas iki qrupa aid edir və bu bizim müayinə apardığımız pasientə görə dəyişə bilir. Belə ki, əgər standart müayinə üçün 5-7 MHz-lik ötürücülərdən istifadə olunursa, səthi strukturları və eləcə də erkən yeni doğulmuş körpələrin müayinəsində həm keyfiyyətli, həm də dəqiq görüntülər almaq üçün daha yüksək tezlikli xətti ötürücülər tətbiq olunur. Eynilə Doppler rejimində də dərin və səthi vaskulyar strukturların müayinəsi üçün müvafiq olaraq kiçikdən yüksəyə doğru dəyişən tezlikli ötürücülərdən istifadə olunur. Tədqiq etdiyimiz damar və ya struktur nə qədər səthi yerləşibsə, onun müayinəsi üçün daha yüksək tezlikli ötürücü tələb olunur. Hal-hazırda eyni parasagital kəsiyin sektor və xətti ötürücü ilə çəkilmiş görüntü fərqini izləmiş olursunuz. Gördüyünüz kimi linear ötürücü ilə daha detallı və keyfiyyətli görüntü almaq mümkün olur. Amma onu da nəzərə almaq lazımdır ki, körpə ay olaraq nə qədər böyüdürsə, əmgək bitişməsi ehtimalı da artır və bu da təbii ki, artıq xətti ötürücü ilə əvvəlki kimi keyfiyyətli görüntü almağı çətinləşdirir. Müayinə göstəricilərinə gəlincə, burada biz bir neçə istiqamətdə nəzərə almalıyıq. İlk öncə, əgər körpə 32 həftədən daha kiçik olmaqla vaxtından əvvəl dünyaya gəlibsə və ya çəkisi 1500 qramdan aşağıdırsa, xüsusilə bu kateqoriyaya aid edilən körpələrdə intrakranial qanaxma riski kifayət qədər yüksəkdir. Eləcə də yeni doğulmuş körpə əgər aşağı apqar göstəricinə malikdirsə, qısa bu göstərici haqqında məlumat verirəm. Bu göstərici bildiyiniz kimi yeni doğulmuş körpələrin ümumi vəziyyətini qısa zamanda bir neçə parametr əsasında müəyyənləşdirən şkaladır. Və bu şkala göstəricisi nə qədər aşağıdırsa, təbii ki, körpə üçün sağlamlıq və həyati nöqteyi-nəzərindən bir o qədər ciddi təhlükə hesab olunur. Ayrıca körpənin nevroloji dəyişiklikləri, kranial dismorfizmi, yəni kəllə qapağının struktur və forma anomaliyaları, xüsusilə makro və mikrosefaliyalar, kraniosinostozlar, habelə ola biləcək və ya artıq məlum qanaxmanın dinamik müşahidəsi də neyrosonoqrafiya üçün göstəriş kateqoriyalarına aid edilir. Neyrosonoqrafiya müayinəsi aparan həkimlərin təbii ki, anatomik bilgiləri olması ən əsas şərtlərdən biridir və burada bizə açar rolunu oynayan bir neçə anatomik elementi bilmək xüsusilə əhəmiyyət kəsb edir. Bunlara yarımkürə arası şırım, silvian şırımı və ya başqa adla lateral sulcus, cavum septum pellucidum, corpus callosum, bazal ganglia, xüsusən onun kaudotalamik hissəsi, ventrikulyar, yəni mədəcik sistemi və beyincik əsas bu parametrlər aiddir. Təbii ki, anatomik bilgilərin əsasını təşkil edən beyin paylarını da unutmaq olmaz. İlk öncə payların sxematik təsvirini, ardınca ona uyğun sonoqrafik görüntüləri bilmək çox vacibdir. Hər bir payın da özünə məxsus kəllə sümüklərinə uyğunluğu da əlbəttə ki, unutmamalıyıq. Beləliklə, gəlin indi sadaladığımız anatomik orientirlərlə artıq ultrasonoqrafik təsvirlər üzrə ayrı-ayrılıqda qısa şəkildə tanış olaq. Başlayaq interhemisferik, yəni paylararası şırım və ya ara kəsmədən. Payarası ara kəsmə, eləcə də tentorium sərt beyin qişasının invaginasiyası olub, payarası şırım sağ payı sol paydan ayırdığı halda tentorium beyin yarımkürələrini beyincikdən ayırır. Sinonim olaraq payarası ara kəsmə falx cerebri və ya orta xətt strukturu kimi də tanımlanır. Aşağıya doğru davam edərkən payarası şırımın qarşısına corpus callosum çıxır və bu da
Burada payrası şırım öz yolunu bitirmiş olur. Sxematik təsvirlərdən və neyrosonoqrafik görüntülərdən bunları izləmiş olursunuz. Növbəti anatomik elementimiz Silvian şırımıdır. Bildiyiniz kimi Silvian şırımları alın və ensə payını gicgah payından ayıran dərin lateral yerləşimli horizontal yarıqlardır. Lateral zonada yerləşdikləri üçün sinonim olaraq onlara lateral sulcus da deyilir. Və beyin dərinliyinə doğru uzandıqca insula, yəni adacıq adanan vacib elementə qədər davam edərək onu da əhatə edir. Şəkillərdə siz Silvian şırımın həm sagital, həm də koronal kəsikdə sxematik və sonoqrafik təsvirini izləmiş olursunuz. Digər önəmli neyrosonoqrafik markerlərimizdən biri cavum septum pellucidum adlanan strukturdur. Anatomik olaraq yan mədəci ön buynuzları arasında yerləşən bu kistik element həm də fetal neyroinkişaf markeri hesab olunur. Normada ölçüsü 1.5-3 mm arasında dəyişir və nəyə görə ona fetal neyroinkişaf markeri deyirik? Çünki onun yoxluğu septoptik displaziya, lobar holoprosencefaliya, korpus kallozumageneziyası kimi mərkəzi sinir sistemi anomaliyalarından şübhələnməyə əsas verir və ilkin diaqnostikasında yardımcı olur. Adətən yaşamın 6 ay ərzində səhifələr bir-birlə birləşir və görüntüləmə zamanı biz onu ayırd edə bilmirik. Lakin təxminən 15% yetkin insanlarda ilk gündən olduğu kimi qalır və bu qətiyyən patologiya kimi dəyərləndirilmir. Növbəti anatomik elementimiz cavum verga adlanır. Əvvəlki slaydda haqqında bəhs etdiyimiz cavum septum pellucidumun davamı hesab olunur. Anatomik olaraq korpus callosum, yəni döyənək cisminin və splenium hissəsinin arxa və alt qismində, yeni doğulmuşların təxminən 30%-də, yetkin insanların isə təxminən 1%-də onu görmək olur. Şəkillərdən gördüyünüz kimi ortadakı şəkildə cavum verga izləndiyi halda, digər şəkildə yalnız biz cavum septum pellucidumu görürük. Yəni cavum verganın hər zaman görünməli olması kimi bir şərt yoxdur. Keçək növbəti anatomik elementimizə. Bu element cavum velli interpositi adlanır və öncəki slaydlarda izlədiyimiz cavum septum pellucidum və cavum verga ilə müqayisədə daha aşağı və daha arxa pozisiyada korpus callosumun spleniumunun ön aşağı hissəsində yerləşmiş olur. Təbii ki, öncəki adını çəkdiyim cavum septum pellucidum və cavum verga kimi cavum velli interpositi də hər zaman neyrosonoqrafiya müayinəsi zamanı izlənmir. Təxminən 2 yaşa qədər olan uşaqların 25%-də görə bilərik və onlar kimi inkişaf anomaliyaları ilə əlaqəsi olmur. Bəzən boşluq şəklində deyil, kistik struktur şəklində izlənə bilir. Əksər hallarda da şəkildə gördüyünüz kimi üçbucaq formasında olur. Yalnız burada önəmli bir nüans var. Onun yerləşdiyi pozisiyada bəzən qalen venasının anevrizması da ola bilir ki, bunu diferensiasiya etmək üçün təbii ki, köməyinizə Doppler müayinəsi gəlir. Bəsit Doppler rejimindən istifadə etməklə biz anevrizma ilə kistoz elementin fərqini dəqiqləşdirmiş oluruq. Neyrosonoqrafiyada detallı müayinəsi tələb olunan əsas anatomik elementlərdən biri də döyənəkli cisim və ya korpus callosum adlanan strukturdur. Döyənəkli cisim ən geniş ağ maddə strukturu olub, hər iki beyin yarımkürəsini birləşdirən çox əhatəli bir sinir lifi dəstəsinə malikdir. Bu dəstəni təşkil edən aksonların sayı isə 200 milyondan çoxdur. Bu cür geniş və əhatəli sistemə malik olan döyənəkli cisim xüsusən göz hərəkətləri, zehni və taktil hissiyatların formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Öndən arxaya doğru 4 əsas hissədən ibarət olur. Şəkildə də görürsünüz bu hissələri. Öndə ən başda rostrum, ardınca genu, böyük hissəni əhatə edən cisim və ən sonda splenium adlanan qismi. Maraqlı bir fakt ondan ibarət ki, qadınlarda kişilərlə müqayisədə korpus callosum daha böyük olur. Bəlkə də qadınların kişilərdən daha ağıllı olması buna bağlı ola bilər. Bir sonraki əhəmiyyətli anatomik elementimiz germinal matrix adlanır. Onun üzərində biraz çox dayanmaq lazım olacaq. Çünki məhz bu element proyeksiyası boyunca sıxlıqla subependimal və germinal matrix qanaxmaları müşahidə edilir. Nazik, lakin yüksək vaskularizasiyalı hüceyrələrdən ibarət olan bu matrix beyin parenximasını təşkil edən əsas neyron şəbəkəsinin mənbəyi hesab olunur. Biraz öncə də adını çəkdiyim kaudotalamik şırım adından göründüyü kimi iki əsas anatomik elementin təmas yerini təşkil edir. Biri kaudat nukleus və ya quyruqlu nüvə, digəri də talamus və bu hissə subependimal zona adlanır. Yəni bu zona bu qədər əhəmiyyət kəsb. Niyə bu zona bu qədər əhəmiyyət kəsb edir? Çünki beyin parenximasını təşkil edən primitiv sinir hüceyrələri burada yaranır və daha sonra buradan kənara doğru miqrasiya edir.
Yəni sonoqrafiya zamanı biz germinal matriksin yerini təyin etmək üçün sagital kəsiklərdə biraz öncə dediyimiz kimi iki əsas orientirdən istifadə edirik. Biri öndə quyruqlu nüvə və ondan arxaya doğru talamus. Və bu iki elementin təmas yeri şəklində də gördüyünüz kimi kaudotalamik şırım adlanır ki, elə bu hissə də germinal matriksin olduğu yerdir. Həmçinin bura subependimal zona da deyilir. Niyə belə adlanır? Çünki mədəcinin altında yerləşir və bu zona təkcə yeni sinir neyronal sistemin deyil, həm də beyin zədələnməsi sonrası regenerasiya prosesinin də baş verdiyi çox önəmli sahədir. Və təsadüfi deyil ki, bir sıra hallarda körpələrdə beyin qanaxmaları məhz bu zonada müşahidə edilir. Biraz sonraki slaytlarda da bu barədə ətraflı danışacağıq. Burada diqqətinizi bir əsas məsələyə yönəltmək istəyirəm. Şəkildə talamus arxa səthi ilə təmasda olan hiperexogen karoid plexus, yəni damar kələfi adlanan hissəni izləmiş olursunuz. Bu sahə bəzən yanlışlıqla germinal matriks qanaxması kimi də dəyərləndirilir. Lakin burada önəmli olan onun lokalizasiyasını bilməkdir. Belə ki, karoid plexus adətən talamusun orta üçdə birindən bir qədər aşağıdan başlayır və ona görə də burada görünən hiperexogenlik subependimal və ya germinal matriks qanaxması kimi dəyərləndirilməməlidir. Beləliklə keçək hər birinizin daha yaxşı tanıdığı və daha çox eşitdiyi və xüsusi əhəmiyyət kəsb edən mədəcik sisteminə. Mədəciklər daxilində beyin onurğa beyni maddəsi olan kameralı strukturlar olub, bir çox xəstəliklər nöqteyi nəzərindən vacib diaqnostik əhəmiyyət kəsb edirlər. Onlar biraz öncə haqqında danışdığımız koroid plexus, yəni damar kələfini də əhatə edir. Hansı ki, elə ordaca bu serebral spinal maye formalaşır. Bu mədəciklər ölçü və yerləşmə xüsusiyyətindən asılı olaraq bir neçə elementdən təşkil olunurlar. Bura ilk növbədə cüt halda olan yan mədəciklər, eləcə də tək sayılı 3-cü və 4-cü mədəciyə aid edilir. Ayrıca ventrikulyar sistemə həmçinin germinal matriksində aid olunduğunu unutmuruq. Bu slaytda bütövlükdə ventrikulyar sistemin sagital və koronal kəsikdə diaqrammasını izləmiş olursunuz. Yuxarıdan aşağı olmaqla ilk görüntü cüt olan yan mədəciklərdən ibarətdir, hansılar ki öz növbəsində yerləşmə yerinə görə alın, gicgah və ənsə elementlərindən ibarət olur. Sagital kəsikdə bu hissələri daha aydın seçmək olur. Alın və ya ön hissə, oksipital və temporal hissələr. Yan mədəciklər arasında 3-cü mədəcik, 3-cü mədəciklə yan mədəcik arasında Monro yarığı adlanan interventrikulyar, yəni mədəciklə arası yarıq yerləşmiş olur. Şəkildə 3-cü mədəciyin daxilində kiçik dəlik görürsüz. Bu talamusların birləşmə yeri və ya massa intermedia adlanır. Onun da daxilində beyin onurğa beyni mayesi mövcud olur. Bu elementin funksiyası hələ ki tam öyrənilməyib, bir sıra hallarda neyrovizualizasiya zamanı onu aşkar etmək mümkün olmur, lakin bu məqam xüsusi bir klinik əhəmiyyət kəsb eləmir. Lakin bunun əksinə əhəmiyyət kəsb edən əsas elementlər bu mədəciklər arasında bağlantı yaradan yarıq və kanallardır ki, onları da ekranda görmüş olursunuz. Bura yan mədəcikləri 3-cü mədəciklə əlaqələndirən Monro yarığı və ya ingilis terminologiyası ilə desək foramen of Monro. Eləcə də Sylvian adı ilə tanınan serebral su kəməri və ya Sylvian cerebral aqueduct və bu kəmər 3-cü mədəciyin ardınca 4-cü mədəciyə keçir. Sagital və koronal kəsiklərdə də siz yan mədəciyin və 3-cü mədəciyin normal ultrasonoqrafik görüntüsünü izləmiş olursunuz. Sagital görüntüdə yan mədəciyin hissələri detallı şəkildə izlənir. Ön hissə, arxa və ya ənsə hissəsi, cismi, eləcə də bu kəsikdə biz damar kələfində izləmiş oluruq. Koronal kəsikdə yan mədəciyin ön buynuzları və onları 3-cü mədəciyi ilə əlaqələndirən Monro yarığında izləmək mümkündür. Bu sagital kəsikdə 3-cü mədəciyi daha aydın izləmək olur. Əvvəlki slayda diqqət yetirsəz, koronal kəsikdə adətən 3-cü mədəciyi bəzən incə olduğundan çətinliklə seçilir. Lakin sagital kəsik bizə daha aydın görüntü verir. Lakin heç də həmişə bizim 3-cü mədəciyi normada bu qədər genişlikdə görmək şansımız olmur. 3-cü mədəciyin mərkəzi qismində olan parlaq görüntü massa intermedia və ya talamik bitişmə zonasıdır, hansının ki ardınca Sylvian su kəməri davam edir. Sylvian su kəməri və ya ingilis terminologiyası ilə desək Sylvian aqueduct aşağıya doğru 4-cü mədəciyə, o isə posterior fossa, yəni arxa kəllə çuxuruna keçərək oradan da onurğa sütununa doğru davam edir. Eyni slaydın davamı olaraq burada da Sylvian su kəmərinin ardınca 3 bucaq formalı və beyinciyin ön səthində 4-cü mədəciyi izləmiş olursunuz.
göy oxla həmin sahə işarələnmişdir. Növbəti əhəmiyyət kəsb edən anatomik elementimiz biraz daha geniş məfhumu əhatə edən beyin parenximasından xaric olan sahə, yəni ekstraaksial sahədir. Niyə bu sahə əhəmiyyətlidir? Çünki burada müxtəlif patoloji proseslərlə xas olan yığıntılar müşahidə edilir. İstər mikrosefaliyanın səbəblərindən biri olan xoşxassəli arachnoidal sahə, genişlənməsindən tutmuş epidural, subdural gematomalara qədər həm sxematik, həm sonoqrafik şəkildə ilk seçməli olduğumuz elementlər dəri, onun ardınca dərinə doğru getməklə qarşımıza çıxan dura mater, onun altında arachnoidal sahə və ondan aşağıda beyin parenximasını əhatə edən pia mater adlanan təbəqələrdir ki, bu üç qat birlikdə beyin qişasını formalaşdırır və DAP adlanan abreviatı ilə qeyd olunur. Növbəti slaydımız koroid plexus və ya damar kələfakti olacaq. Bu beyin elementi çox mürəkkəb daxili struktura malik olub, özündən həm epitelial hüceyrələri, həm də çoxsaylı kapillər və birləşdirici toxumanı təşkil edən geniş bir şəbəkəni əks etdirir. Demək olar ki, bütün mədəcik sistemi boyunca yerləşim göstərərək həm beyin onurğa beyninin əmələ gəlməsində, eləcə də zəruri olmayan artıq tullantıların filtrasiyasında bilavasitə iştirak eləyir. Sxematik təsvirdə siz onları parlaq gördüyünüz kimi neyrosonoqrafiyada da analoji olaraq hiperexogen struktur şəklində izləyirsiniz. Beləliklə, gəlin indi də müayinəni hansı səviyyələrdə, başqa sözlə desək, hansı müayinə pəncərələrində aparılması ilə tanış olaq. Sxematik təsvirdə körpənin kəllə qapağını izləmiş olursunuz. Hamımızın bildiyi kimi körpələrdə alın və təpə sümükləri arasında şırımların tam bitişmədiyi bir boşluq mövcud olur ki, biz ona önəmgək deyirik və məhz bu boşluq bizə sümüklərdən azad sahə olaraq müayinəni aparmağa imkan verir. Bu səviyyədə biz ötürücünü statik vəziyyətdə saxlamaqla yerini dəyişmədən yalnız irəli-arxaya bucaq verməklə həm koronal, həm sagital görüntüləri ala bilirik. Növbəti slaydlarda bu koronal kəsikləri etap-etap izləmiş olacağıq. Beləliklə, koronal kəsiklərdən başlayarkən ön başlanğıc hissədə aldığımız kəsikdə biz bu cür görüntü almış oluruq. Burada alın payları, onlar arasında yerləşən paylar arası, yəni interhemisferik şırım, periventrikulyar ağ maddəni, eləcə də aşağı hissədə uçan quş qanadlarını xatırladan kəllə qapağı sümüyü və onun altında orbital boşluqları izləmiş olursunuz. Öndən bir qədər arxaya getdikcə artıq əvvəlki kəsikdə olmayan anatomik elementlər də qarşımıza çıxmağa başlayır. Burada mərkəz hissədə cavum septum pellucidum, onun üzərində döynəkli cisim, yəni corpus callosum, yan hissələrində müvafiq olaraq yan mədəciklərin ön buynuzlarını izləmiş oluruq. Bu görüntüdə çox incə formada izlənir. Yan mədəciklər bəzən hətta çox çətinliklə seçmək olur. Yəni bu patologiya deyil, individual xüsusiyyətdir ki, önəmli olan genişlənmə olmaması, yəni bizim üçün önəmli olan odur. Daha sonra interhemisferik fissur, yəni paylararası ara kəsmə, lateral kənarlar boyunca incə silvian şırımları və distalda alın payları, ondan da aşağıda gicgah paylarını izləmiş oluruq. Öndən arxaya doğru skanlarımızı davam edir. Növbəti kəsikdə qarşımıza yeni anatomik elementlər və əvvəlki kəsiklərdə izlənilən elementlərin daha qabarıq görüntüsü çıxır. Burada yenə də yan mədəcikləri, silvian şırımlarını, makaron formasını xatırladan döynəkli cismi, quyruqlu nüvə, yəni kaudat nukleusları, onlardan distalda cüt talamusları, interhemisferik yarıqdan alın paylarına doğru uzanan singulat şırımları, eləcə də alın paylarının altında gicgah paylarını, onların arasında isə orta beyin strukturunu və onun üzərində suprasellular sisternanı izləmiş oluruq. Növbəti koronal kəsikdə də əvvəlki kəsikdə olan yan mədəciklər, quyruqlu nüvə, talamuslarla bərabər 3-cü mədəcik və onu yan mədəciklərlə hər iki tərəfdən əlaqələndirən Monro dəliyini izləmiş oluruq. Döynək cismi də əvvəlki kəsiklərdə olduğu kimi burada da öz aktuallığını itirmiş. Koronal kəsiklərə davam edirik. Öndən arxaya doğru darama apardığımız halda əvvəlki kəsiklərdə izlədiyimiz bəzi elementlərin artıq yox olduğunu, əvəzinə yeni elementlərin ortaya çıxdığını müşahidə edirik. Bunlardan ən önəmliləri tentorium cerebelli və ya beyincik çadırı, hansı ki beyin yarımkürələrini beyincikdən ayırmağa imkan verir. Onun distalında isə böyük sisterna kimi tərcümə etdiyimiz sisterna magna yerləşir. Müayinəyə ilk başlayan həkimlər bəzən bu kəsikdə corpus callosum altında yerləşən bu iki bəyaz sahəni yanlışlıqla qanaxma kimi dəyərləndirə bilər.
Bu əvvəlki kəsiklərdə olan yan mədəciklərin ən distal görüntüsü daxilində olan normal struktura malik damar kələfidir. Hər zaman bu cür şübhəli məqamlarda ötürücünü bucaq altında hərəkət etdirmək və simmetrik kəsiklərə diqqət etmək çox önəmlidir. Növbəti kəsikdə də əvvəlki kəsiklərdə nodulyar formada olan damar kələfi burada yan mədəcik proyeksiyası boyunca uzunsov formada müşahidə edilir və bu hiperixogen görüntü də yanlışlıqla qanaxma kimi dəyərləndirilməməlidir. Damar kələfləri arasında korpus kallozumun da kiçik bir hissəsini izləyə bilirik. Beləliklə, ən son koronal kəsikimizdə artıq demək olar ki, yalnız beyin parenkimasının bütün kəsiklərdə izlədiyimiz əsas elementlərini izləmiş oluruq. Yarımkürə arası yarıq, ənsə payı və periventrikulyar ağ maddə ilə koronal kəsiklərimiz tamamlanır. Neyrosonoqrafiya müayinəsi aparılarkən təbii ki, tək koronal kəsiklərlə məhdudlaşmırıq. Sagital görüntülər də bu müayinənin əvəzsiz hissəsi hesab olunur. Keçək indi sagital kəsiklərin detallı incələnməsinə. Onu da nəzərə alaq ki, körpə nə qədər kiçik aylardadırsa, koronal kəsiklərdə olduğu kimi sagital kəsiklərdə də izləyə biləcəyimiz anatomik elementlər bir qədər qabarıq və asan müşahidə ediləcək. Yaş artdıqca görüntülər təbii ki, çətinləşə bilər. Xüsusən bu dərin qatlarda olan strukturlarda daha çox təsir eləmiş olur. Beləliklə, ilk sagital görüntümüzdə biz eyni anda bir çox anatomik elementləri izləyə bilirik. Bura döynəli cismin altında olan cavum septum pellucidum və onun arxa davamı olan cavum verga görüntüsü, beyincik və onun vermisi, döynə cismin öndən arxaya doğru hər bir hissəsini ayrıca seçə bilirik. Eləcə də talamik zona ilə cavum septum pellucidum arasında kiçik fornix adlanan elementi də izləmiş oluruq. Eyni sagital kəsikdə həmçinin ventrikulyar sistem elementlərinin bir-biri ilə əlaqəsini, bu əlaqəni təmin edən Silvian su kəmərini, eləcə də bu sistemin sonda sisterna magnae keçidini də izləmiş oluruq. Ayrıca biraz öndə qeyd etdiyimiz kimi körpə kiçik aylarda olduğu halda beyin yarımkürələrində olan elementlərlə bərabər dərin qatlarda olan körpü, uzunsov beyin, orta beyin kimi strukturları da aydın şəkildə seçə bilirik. Növbəti sagital kəsikimizdə qarşımıza quyruqlu nüvə, onun alt qismində talamus və onların arasında olan kaudotalamik yarıq çıxır, hansı ki qanaxmaların yayğın ola bildiyi bölgə kimi tanınır. Ayrıca sagital kəsikdə biz beyin paylarını da ayırt edə bilirik. Bir sonraki görüntü bizə yan mədəciyin bütün uzunluğu boyunca izləməyə imkan verir. Ön və arxa buynuzlar, onların arasında olan cisim hissəni tək bir kəsikdə tam şəkildə ala bilirik. Ayrıca arxa və gicgah boynuzu səviyyəsində damar kələfini də izləmiş oluruq. Beləliklə gəlib çatdıq ən son sagital kəsikimizə. Burada görə biləcəyimiz anatomik elementlər artıq çox azdır. Önəmli məqam burada periventrikulyar ağ maddə ilə bərabər gicgah payını alın və ənsə payından ayıran Silvian aşırımının izlənməsidir ki, bu da bizə patoloji görüntü olacağı halda hansı payda lokalizasiya olduğunu müəyyənləşdirməyə imkan verir. Təbii ki, müayinənin ən önəmli detallarından biri də ekstraksial sahənin dəyərləndirilməsidir. Burada da bir sıra önəmli anatomik elementlər yerləşir ki, xüsusən travmatik durumlarda dəyərləndirilməsi çox vacibdir. Ekranda mərkəzi hissədə kiçik ölçülü superior sagittal sinus, beynin sərt qişası, yəni dura mater və yumşaq qişası, yəni pia mater arasında anexogen zolaqlı arachnoidal sahə. Onun içində gördüyünüz incə hiperixogen xətti strukturlar isə kiçik kalibrli damarlardır və onların bu şəkildə görünməsi normal olaraq qəbul olunur. Neyrosonoqrafiya müayinəsi təbii ki, yalnız ön əmgəkdən aparılmaqla məhdudlaşmır. Biz eyni zamanda arxa əmgək rakursundan istifadə etməliyik. Çünki bəzən yan mədəciklərin arxa və ya ənsə buynuzları səviyyəsində olan gematomalar ön əmgək proyeksiyasında müayinə aparılarkən gözdən qaça bilir və ya tam şəkildə bu hissələr dəyərləndirilmir. Belə durumlarda köməyimizə məhz arxa əmgək səviyyəsində müayinə çatır. Bəzən ön və arxa əmgəklə bərabər gicgah və mastoid pəncərələrdən də istifadə etməklə də müayinəni aparmaq mümkün olur. Slaydda siz bu pəncərələrdən istifadə edilərkən aşkar edə biləcəyimiz anatomik elementləri izləmiş olursunuz. Xüsusən arxa kəllə çuxuru və beyincik nahiyəsinin optimal görüntüsünün alınmasında bu pəncərələr xüsusi əhəmiyyət kəsb edir.
Parenximal strukturlardan sonra növbəti dəyərləndirməli olan önəmli elementlər təbii ki, vaskulyar strukturlardır və bunun üçün temporal pəncərədən istifadə etmək daha optimal görüntü almağa imkan verir. İlk öncə təbii ki, arterial qan dövranını təşkil edən Vilizev halqasına daxil olan damarlar dəyərləndirilir. Slaydda da gördüyünüz kimi bu halqaya öndən ön beyin arteriyası ilə başlamaqla daha sonra orta və arxa beyin arteriyaları müvafiq olaraq damar spektrləri alınmaqla dəyərləndirmə aparılır. Arxa və ya posterior serebral arteriyanın özünün də P1 və P2 olmaqla iki şaxəsi mövcuddur. Diqqət etsəz, hər bir arteriya üçün sistolik pikin fərqli rəqəmlərdə olduğunu görə bilərsiniz. Yüksək axın sürəti orta serebral arteriyada, ondan biraz aşağı ön beyin arteriyası və ən aşağı göstərici arxa serebral arteriyada müşahidə edilir. Dəyərləndirilməsi önəmli olan parametrlərdən biri də rezistentlik indeksidir, hansı ki, normada 0.6-dan aşağı olmamalıdır. Xüsusən işemiya, hipoksiya fonunda meydana çıxan qan dövranı pozuntuları zamanı bu indeks aşağı düşür və bizi patoloji proses barədə SOS siqnalı şəklində xəbərdar edir. Bu şəkildə də yenidən orta və arxa serebral arteriyaları, bazilyar arteriya və iki vertebral arteriyanın sxematik təsvirini izləmiş olursunuz. Neyrosonografiya anatomik qismini əhatə edən sonuncu slaydımızda da yenə də sagital və koronal kəsiklərdə damarların əlaqəli görüntüsünü izləmiş olursunuz. Ayrıca yüksək keyfiyyətli müasir aparatlarda arterial sistemlə bərabər venos sistemin də vacib elementləri müşahidə etmək mümkün olur. Xüsusən anevrizmaların sıx rast gəlindiyi qalen venasını və digər venos sinuslar da məhz sagital kəsikdə daha aydın müşahidə edilir. Beləliklə, neyroanatomiyanı bitirib keçək növbəti geniş bəhsimizə. Biz burada əsas önəmli neyropatoloji durumların sonografik görüntüləməsi ilə tanış olacağıq. Beləliklə, neonatal neyrosonografiyanın aparılması üçün bir nömrəli səbəb hemorragiya desək, yanılmarıq. Xüsusən mədəci daxili, yəni intraventrikulyar və mədəcilə arası, yəni interventrikulyar qanaxmalar yönündən dəyərləndirmə çox vacibdir. Belə bir statistik rəqəmləri istinad kimi gətirsək, nəyə görə məhz hemorragiyanın bir nömrəli neyropatologiya olduğunu anlamış olarıq. Beləliklə, çəkisi 1000 qramdan aşağı və gestasional yaşı 28 həftədən aşağı yeni doğulmuşların təxminən 45%-də mədəci daxili qanaxmaya rast gəlinir. Bu yaşda və çəkidə olan yeni doğulmuşların beyin qan damarları, xüsusən kapillarlar o qədər zərif olur ki, ani təzyiq dəyişməsi fonunda partlayaraq sıxlıqla qanaxmalara səbəb olur. Bu qanaxmaların 50%-i doğuşun ilk gününə, 90%-ə qədəri doğuşdan sonraki ilk 4 günə təsadüf edir. Təbii ki, bütün qanaxmalar kimi beyin daxili qanaxmaların da tutduğu sahə və təzahür xarakterindən asılı olaraq yüngüldən ağıra doğru dərəcələnməsi olur. Cədvəldən gördüyünüz kimi 4 əsas dərəcə hemorragiyalar özlərini göstərir. Ən yüngül variant olan birinci dərəcədə yalnız germinal matriks və subependimal regionlar təsir dairəsinə düşür. İkinci dərəcəli qanaxmalar mədəciklərdə genişlənmə xüsusiyyəti olmadan mədəci daxilində toplanır. Üçüncü dərəcədə isə mədəci daxili qanaxmalar həm də mədəciklərin genişlənməsi ilə birgə müşahidə olunur. Proses ağırlaşdıqca artıq venoz infarkt ocaqları şəklində parenximal hemorragiyalarında müşahidə edilə bilir ki, bu da artıq 4-cü dərəcəli qanaxma hesab olunur. Təqdim olunan slaydda siz bu klassifikasiyanın sonoqrafik görüntülərini də izləmiş olursunuz. İlk görüntümüz tam normal bir beyin kəsiyini əks etdirir. Əvvəlki slaydlarda da bildirdiyimiz kimi, xüsusən koronal kəsikdə 3-cü mədəciyin baş hissəsində yerləşən bu perixogen görüntünü yanlışlıqla qanaxma kimi dəyərləndirmək lazım deyil. Bu tam normal bir damar kələfinin görüntüsüdür. Birinci dərəcəli qanaxma yalnız germinal matriks və subependimal regionları əhatə etməklə mədəciklər boyunca hər hansı bir həcmli dəyişiklik vermir. Lakin ikinci dərəcədə şəkildə gördüyünüz kimi artıq biz qanaxmanı mədəci daxilində izləmiş oluruq. Lakin burada da qanaxma mədəci boşluğunun 50%-dən azını tutmuş olur və genişlənmə də olmur. Lakin üçüncü dərəcədə həm ventrikulomegaliya, həm də mədəci mənfəzin 50%-dən artığının tutulması müşahidə edilir. Və nəhayət 4-cü dərəcədə qanaxma artıq beyin parenximasını və periventrikulyar geniş zonaları əhatə etmiş olur. Bu etapda qanaxma olan tərəfdə mədəciklərin kompressiyasını da izləyə bilirik. Gəlin bu klassifikasiyaya daxil olan qanaxmalarla ayrı-ayrılıqda detallı tanış olaq. Beləliklə, biraz öncə də göstərildiyi kimi birinci dərəcəli qanaxmalar yalnız subependimal zona və germinal matrikslə məhdudlaşır.
mədəcilərin daxilinə keçmir. Adətən 1 sm-dən kiçik olur. Əgər proqressivləşmə olmursa, körpənin həyat qabiliyyətinə hər hansı bir təsir eləmir. Lakin təəssüf ki, proqressivləşmə faizi yüksək olaraq qalır. Təxminən 80% hallarda daha irəli dərəcələrə doğru ağırlaşmalar baş verə bilir. Növbəti slaydda deməli birinci dərəcəli gemorragiyanın koronal və sagital görüntüsünü izləmiş olursunuz. Subependimal zonaları əhatə edən bilateral qanaxma zonaları mədəciklərlə təması olsa da onların daxilinə keçidin olmadığını müşahidə edirsiniz və sagital kəsini diqqətlə izləsəz talamusun təxminən mərkəzi proyeksiyasından başlayaraq koroid pleksusun önündən ondan öndə yerləşən qanaxma sahəsi ilə bənzər bir sıxlıqda olduğunu görə bilirsiniz. Lakin diqqətlə nəzər yetirdikdə onlar arasında kiçik hipoexogen məsafə olur ki, bu da məhz qanaxmanı normal yerləşimli koroid pleksusdan ayırmağa imkan verir. Kredipin hemorragiyaya aid olan digər bir görüntümüzdə də yenə də eyni ilə kiçik qanaxma sahəsinin subependimal zona ilə məhdudlaşdığını izləmiş olursunuz. Bəzən bu cür kiçik qanaxma sahələri koronal kəsikdə aydın seçilmir. Belə olan halda sagital görüntülər köməyimizə çatır. Burada olduğu kimi sagital kəsikdə talamus ön səthi qonşuluğunda məhdud hiperexogen qanaxma ocağını izləmiş olursunuz. Əgər proqressivləşmə prosesi getmirsə, bəzən qanaxma ocağı zamanla involyusiyaya uğrayır və nəticədə kistoz degenerasiyalı bir boşluğa çevrilir və subependimal kista şəklində özünü büruzə verir. Bu cür görüntü aldığınız halda artıq nəzərə almalısınız ki, gestasiya dövründə bu körpədə böyük ehtimalla birinci dərəcəli qanaxma olub və o kistoz degenerasiyaya məruz qalıb. Keçək ikinci dərəcəli qanaxmaya. Burada birinci dərəcədən fərqli olaraq subependimal və ya germinal matris qanaxması mədəcik boşluğuna doğru açılır və onun müəyyən bir hissəsini tutur. Lakin mədəcik genişlənməsinə səbəb olmur. Slaydda gördüyünüz kimi mədəciyin daxilində koronal və sagital kəsiklərdə hemorragiya ocağı izlənir, lakin nəzər çarpan ventrikulomegaliya aşkarlanmır. Burada isə ikinci dərəcəli qanaxmanın inkişaf dinamikasını izləmiş olursunuz. 2 həftə sonraki görüntüdə qanaxmanın tədricən involyusiyaya və kistoz transformasiyaya uğradığını izləyirsiniz. 2 ay sonra isə koroid pleksus səviyyəsində yalnız məhdud kalsifik sahə şəklində qanaxmadan bir qalıq izlənmiş olur. Və bu təbii ki, hər zaman belə kalsifikasiya şəklində izlənmir. Bəzən qanaxma daha kiçik angiopatiya ocaqları şəklində qala da bilir. Grade 3 hemorragiya ikinci dərəcədən fərqli olaraq daha ağır, daha geniş və eləcə də ventrikulomegaliya ilə müşayiət olunması ilə fərqlənir. Mədəcik boşluğunun hiperexogen görünümü bəzən yanlışlıqla ventrikulit kimi də dəyərləndirilə bilir. Zaman keçdikcə mədəcik daxilindəki qanın exogenliyi və genişliyi də arta bilir. Qanaxmanın tutduğu sahənin genişliyindən asılı olaraq letal göstəricisi də yüksəlmiş olur, təxminən 20%. Eləcə də 35% hallarda müxtəlif nevroloji defisitlər də meydana çıxır. Şəkildə gördüyünüz kimi laxtalanmayan məhdud qan elementi mədəcik genişlənməsi fonunda aydın seçilir. Proses nə qədər həcmli görünsə də, bəzən tam soyulma prosesi gedərək eyni xəstənin 6 ay sonra tam normal şəkildə həyatını davam etməsi ilə nəticələnə bilir. Eyni ilə slaydda gördüyünüz kimi az həcmdə ventrikulomegaliya qalsa da, lakin qanaxmanın tam soyulduğunu müşahidə edə bilirik. Bununla paralel beyin şırımlarının da tam normal şəkildə inkişaf etdiyini izləyə bilirik. Beləliklə, qanaxmalar içərisində ən ağırı hesab olunan 4-cü dərəcəli beyin qanaxmaları digər özündən aşağı qanaxmalardan fərqli olaraq artıq beyin mədəcikləri ilə məhdudlaşmır və beyin parenximası boyunca da zədələnməyə səbəb olur. Qanaxma nəticəsində meydana çıxan venoz infarkt ocaqları əgər zamanla soyula bilsələr, ensefalomalaziya tipli boşluqlu sahələrin əmələ gəlməsinə səbəb olurlar ki, bunlar da porensefalik sislər adlanır. 3-cü dərəcədən daha ağır olduğu üçün təbii ki, burada letallıq göstəricisi və nevroloji defisitlərin də meydana çıxma ehtimalı çox yüksək olur. Müvafiq olaraq 50% və 90% civarında. Ekranda 28 həftəlik gestasiya dövrünə uyğun körpənin beyin parenximasını əhatə edən geniş qanaxma sahəsini izləyirsiniz. Qanaxma həmçinin mədəcik daxilində də müşahidə edilir. Ayrıca qanaxmanın həcmi nə qədər böyük olursa, beyin orta xəttinin də əks tərəfə doğru yer dəyişməsinə səbəb olur. Bu, beyin toxumasının qanaxma ocağı tərəfindən kompressiyasına gətirib çıxarır ki, təbii ki, proqnostik cəhətdən çox ağır nəticələrə səbəb ola bilir. Nə qədər ağır nəticələr
izlənmiş olsa da, bəzən hətta bu dərəcəyə gəlib çatan qanaxma sahələri də tədricən kistoz degenerasiyaya uğraya bilir. Gördüyünüz kimi 4-cü dərəcəli parenkimal qanaxması olan pasientin 2 həftə sonra çəkilən görüntüsündə artıq tədricən kiçik kistik strukturların meydana çıxmasını izləyə bilirik. Qanaxmadan 4 ay sonra isə eyni xəstədə qanaxma zonasında geniş və mədəciklərlə əlaqəli olan porensefalik kistanın meydana çıxmasını müşahidə edirik. Mədəciklərlə əlaqəli olduğundan bu kistik strukturun daxilində maye elə beyin onurğa beyin mayesi olur. Beləliklə hemorragiyaları tamamlayıb keçək digər aşkar edə biləcəyimiz görüntülərə. Neyrosonoqrafiyada sıxlıqla qarşımıza çıxan görüntülərdən biri də damar kələfinin, yəni koroid plexusun kistalarıdır. Yerləşdikləri yerlə əlaqədar adlandırılan koroid plexus sistləri əslində epitelial qişaları olmadığı üçün həqiqi kistalar hesab olunmurlar. Həm prenatal, həm neonatal dövrdə aşkarlana bilirlər. Trisomiya 18 ilə bağlı sübut olunub. Belə ki, 18-ci xromosom trisomiyası olan pasientlərin təxminən 50%-də koroid plexus sistlərinə rast gəlinir. İstər tək sayda olsun, istər çox sayda bu klinik olaraq bir fərqli görüntü vermir. Şəkildə də tipik koroid plexus kistalarını izləmiş olursunuz. Damar kələfinin kistası ilə bərabər növbəti rast gələ biləcəyimiz patoloji görüntülərdən biri də koroid plexus papillomasıdır. Nadir neyroendokrin şiş olub, adətən xoş xassəli xarakterə malik olur. Malignizasiya potensialı çox aşağı hesab olunur, əsasən 5 yaşdan kiçik uşaqlarda izlənir və teratomadan sonra 3-cü ən çox rast gəlinən kütlədir. Bir sıra hallarda iri ölçülərdə olub, makrosefaliya və gidrosefaliyaya səbəb ola bilir. Bütün pediatrik beyin şişlərinin təxminən 2-6%-ni təşkil edə bilir. Şəkillərdə gördüyünüz kimi geniş həcmli papilloma koroid plexusdan qaynaqlanıb paralel olaraq gidrosefaliyaya səbəb olur. Sonografik görüntülərdə giperekogen, bir sıra hallarda nahamar, düzənsiz konturlarla müşahidə edilir. Növbəti ciddi əhəmiyyətli patoloji vəziyyətimiz hipoksik işemik zədələnmə olub, xüsusilə yeni doğmuş körpələrdə oksigen çatışmazlığı fonunda meydana çıxır. Apgar şkalası 5 dəqiqədən artıq olmaqla 0-3 aralığında olan uşaqlarda bayılma, koma və hipotonik durumlarla müşahidə oluna bilir. Təbii ki, bu vəziyyətin meydana çıxmasında dırnaqarası ananın da rolu böyükdür. Xüsusən anadan keçən infeksiyalar, alkoqol, müxtəlif dərmanların qəbulu, habelə uşaqda olan ürək, ağciyər patologiyaları, preeklamsiya vəziyyəti, plasentar qan axınının pozulmaları bu patoloji durumla assosiasiya olunur. Rastgəlmə tezliyi hər 1000 doğuşa bir 3 hadisə olsa da ağırlaşmaları multiorqan çatışmazlığına gətirib çıxara bilir. Diaqnozun qoyulmasında neyrosonoqrafiyanın da müstəsna rolu var. Xüsusən həm B rejimi, həm Doppler rejimindən paralel istifadə doğuşdan ilk 72 saat ərzində bu diaqnozun qoyulmasında vacib şərt olaraq sayılır. B rejimdə bəzən görüntü normal olsa da, bəzən də xüsusən linear problem müayinə zamanı parenkima boyunca, xüsusən perventrikulyar ağ maddədə solit giperekogen ocaqların meydana çıxması, serebral arteriyada Doppler spektrinin dəyişməsi və rezistentlik indeksinin 0,55-dən aşağı olması bu patoloji durumdan şübhələnməyə imkan verir. Ürək çatışmazlığı ilə doğulan körpədə beyin arteriyalarının doppleroqrafik incələnməsində rezistentlik indeksinin aşağı göstəricilərini, eləcə də parenkima boyunca hiperekogen düzənsiz ödem sahələrini izləmiş olursunuz ki, bu da hipoksik işemik zədələnmədən şübhələnməyə əsas verir. Hipoksiyalı digər körpənin beyin toxumasında ağ və boz maddə sərhəddinin tam aydın seçilməməsi fonunda meydana çıxan beyin ödemi 3 ay sonraki görüntüdə daha da proqresivləşərək çoxsaylı kistik ensefalopatiya ocaqlarının mədəcik genişlənməsinin, subdural maye həcminin artmasına gətirib çıxarır. Növbəti haqqında danışacağımız patologiya perventrikulyar leykomalyasiya və ya qısaca PVL adlanır. Normada bilirik ki, mədəcik ətrafı ağ maddə adından göründüyü kimi hiperekogen olur. Lakin bu hiperekogenlik dərəcəsi damar kələfinin lixogenliyindən aşağı olur. PVL-də isə biz bunun tərsini görürük. İlk vaxtlarda perventrikulyar ağ maddənin lixogenliyinin güclənməsi, yəni ağ maddə işemiyası daha sonra proqresivləşərək kistik strukturların meydana çıxmasına səbəb olur ki, bu artıq ağ maddə nekrozu etapına keçir. Bu cür kistik dəyişikliklərin meydana çıxmasına təxminən 2-6 həftə lazım olur. Ona görə də ilkin etapda PVL şübhəsi varsa, bu cür pasientlərin dinamik müşahidəsi mütləqdir. Təbii ki, bu cür serebral dəyişikliklər pasient üçün işsiz baş vermir. Əhəmiyyətli neyromotor pozğunluqlara,
normal beyin toxumasının yer dəyişməsinə, bəzi hallarda ventrikulomegaliyaya səbəb olur. Slaydda periventrikulyar lekomolasiyaya aid görüntünü izləmiş olursunuz. İlkin etapda yalnız şırımların exogenliyinin məhdud güclənməsi, 10 gün sonra beyin toxumasının ödənli strukturu və mədəcilərin genişlənməsi diqqət çəkir. 2 ay sonraki görüntülərdə isə çoxsaylı kistik degenerasiyalar meydana çıxır. Lekomolasiyaya aid digər bir nümunədə də koronal və sagittal görüntülərdə periventrikulyar ağ maddədə baş verən dəyişikliklərin zamanla necə proqressivləşdiyini və çoxsaylı kistik strukturların formalaşmağını müşahidə edə bilirsiniz. Növbəti haqqında danışacağımız patologiya hər kəsə tanış olan gidrosefaliyadır. Beyin onurğa beyni mayesinin anormal artıq şəklində mədəciklərə yığılması və buna müvafiq olaraq ventrikulomegaliya ilə müşahidə olunan gidrosefaliya 4 formada özünü büruzə verir. Əlaqəli və ya kommunikan, əlaqəsiz və ya qeyri-kommunikan, ex vacuo, yəni təzyiqdən asılı olmayan beyin atrofiyası, demensiya və ya travma sonrası beyin toxuma itkisinin kompensasiyası fonunda meydana çıxan forma və normal təzyiqli forma. Müalicəsində ağırlıq dərəcəsinə asılı olaraq VP, yəni ventrikuloperitoneal şunt və ya rezervuar istifadə oluna bilir. Gidrosefaliyanın digər səbəblərindən biri hemorragik xarakterli gidrosefaliya hesab olunur ki, bu da mədəcik sisteminin aşağı, yəni yan mədəciklərin arxa buynuzu və ya oksipital buynuzlara bağlı olan şöbələrdə qan elementlərinə bağlı mexaniki obstruksiya fonunda meydana çıxır. Bu durumda elə gidrosefaliya ilkin olaraq aşağı şöbələrdən başlayır. Mədəci daxili qan axması onun təxminən 50% körpədə post-hemorragik gidrosefaliya meydana çıxır və onların da təxminən 10-20%-də ventrikuloperitoneal şunt və ya rezervuarla bu qan yığıntısının aradan qaldırılması proseduruna zərurət yaranır. Bu müalicə metodlarına niyə bu qədər zərurət yaranmasını isə bu görüntülər izah eləmiş olur. Gördüyünüz kimi vaxtında mədəci daxili bu yığıntılar aradan qaldırılmadığı halda beyin daxili təzyiq artmış olur və bunun fonunda da beyin parenximası boyunca çoxsaylı kistik ensefalomalaziya sahələri meydana çıxır. Görüntülərdə də izlədiyiniz kimi geniş mədəciklər fonunda çoxsaylı kistik strukturları müşahidə etmək mümkündür. Gidrosefaliya aid digər görüntüdə də çox geniş mədəciklər fonunda beyin parenximasının necə incəldiyini, damar kələfinin də bu fonda xəstənin baş pozisiyasının dəyişdiyi halda sanki hərəkətliyini və eyni pasientdə mədəci daxili hiperexogen rezervuarı izləmiş olursunuz. Prezentasiyanın anatomik hissəsində biz ekstraksial sahə ilə bağlı görüntüləri izləmişdik. Bu sahə də patologiyanın aşkarlanması yönündən xüsusən klinik əhəmiyyət kəsb edən bir sahədir. Bu sahələrdə diqqət yetirməli olduğumuz amillərdən biri subdural zona boyunca patoloji maye yığıntısını müəyyənləşdirməkdir. Bu maye beyin onurğa beyni mayesi də ola bilər və ya qan da ola bilər. Az həcmdə maye yığıntısı xoş xassəli hesab olunsa da, həcmli yığıntı artıq ciddi patologiyadan xəbər verir. Xüsusən travmalar, infeksiyalar zamanı bu sahələrə diqqət yetirmək vacibdir. Ekranda gördüyünüz kimi hər iki təpə payını əhatə edən maye yığıntısı beyin toxumasını sanki içəriyə doğru kompressiya edir. Maye yığılan sahə subdural zona olaraq tanımlanır və çox vaxt burada izlədiyimiz maye yığıntısı subdural gigroma olaraq dəyərləndirilir. Maye heç də hər zaman belə anexogen görünməyə də bilir. Exogenliyin yüksək olması subdural gematomadan xəbər verir. Mərkəzi hissədə də superior sagittal sinusu izləmiş olursunuz. Digər bir kesimizdə beyin toxumasını əhəmiyyətli dərəcədə kompressiya edən çox geniş ekstraksial sahəni izləmiş oluruq. Maye ilə dolu olan bu görüntü subdural gigroma olaraq dəyərləndirilir və təbii ki, bu qədər geniş həcmli mayenin beyin daxili təzyiqi artırılması nəticəsində kompressiya olunmuş beyin parenximası boyunca kistik strukturlar da meydana çıxa bilir ki, bunlar da porenkefalik kista və ya kistik ensefalomalaziya sahələri adlanır. Bir digər çox rastlanan patoloji görüntülərdən biri arachnoidal kistalarla bağlıdır. Sıxlıqla aşkarlanan bu maye tərkibli kistalar adətən kişilərdə qadınlara nisbətən 2 dəfə çox rast gəlinir. Beyin istənilən bölgəsində ola bilir, lakin sıxlıqla orta kəllə çuxuru və ənsə beyinci nahiyəsi boyunca aşkarlanır. Bir çox halda asimptomatik olurlar və təsadüfi tapıntı kimi raporlanırlar. Yaşamın irəli dövrlərində ölçüləri böyüyüb, bəzən klinika verdikləri halda cərrahi müdaxiləyə də hətta ehtiyac ola bilir.
Növbəti haqqında danışacağımız patologiyalar qrupu kongenital və ya anadan gəlmə xəstəliklər qrupudur ki, bura korpus kallozum ageneziyası, holoprosencefaliya, gidroanencefaliya, şizoensefaliya və lisensefaliya aid edilir. Hər bir haqda qısa məlumat vermək istəyirəm. Korpus kallozum ageneziyası ilə başlayaq. Hər 4000 doğuşa təxminən bir fərd olmaqla az rast gəlinən bu patologiya oğlan uşaqlarında qızlara nisbətən 2 dəfə çox müşahidə edilir. Bir neçə variantda özünü göstərə bilir. Ya tam şəkildə olmaz, ya da bir səsi izlənməyə bilər, ya da bütövlükdə hipoplastik ola bilər. Tam yoxluğa ageneziya adlanırsa da, digər variantları diskineziya olaraq tanımlanır. Bir sıra hallarda 3-cü mədəciyin genişlənməsi ilə müşahidə olunur. Ən çox 12-ci həftədə, eləcə də 16-20-ci həftələr arasında müşahidə edilir. Görüntü olaraq bir neçə variantda özünü göstərir ki, bu da obrazlı olaraq yan mədəciklərin ön buynuzlarının adəti yerlərindən laterala doğru, yəni bir-birindən daha çox aralı məsafədə yerləşməsi səbəbindən maral başı və ya öküz buynuzunu xatırladır. Eləcə də bir-birinə paralel yerləşən genişlənmiş mədəciklər göz yaşını da xatırlada bilir. Bəzi ədəbiyyatlarda hətta yarış avtomobili əlaməti olaraq da göstərilir. Ananın alkoqol qəbulu risk faktoru sırasına aiddir. Ageneziyaya aid bir neçə görüntünü təqdim etmək istəyirəm. Burada sağ tərəfdə olan sagital kəsikdə normal korpus kallosumu izlədiyimiz halda soldakı şəkildə genişlənmiş 3-cü mədəcik fonunda korpus kallosumun yerini boş və düzənsiz olaraq müşahidə edirik. Ayrıca diqqət etsəz, bu kəsikdə beyin şırımlarının da düzənsiz gedişatı diqqəti çəkir. Ageneziyaya aid digər bir misalımızda da biraz öncə dediyimiz yan mədəcik ön buynuzlarının bir-birindən aralı yerləşməsinin xarakterik maral başı görüntüsünü verdiyini izləmiş oluruq. 3-cü mədəcik də həmçinin geniş görünümdə izlənir. Bu кейsdə biraz öncə haqqında danışdığımız bir-birinə paralel genişlənmiş mədəciklərin göz yaşı damcısını xatırladan görüntüsünü izləmiş oluruq. Bütün bunlar korpus kallozum ageneziyasından xəbər verən görüntü xüsusiyyətləridir. Növbəti kongenital patologiyamız olan holoprosencefaliyada korpus kallozum ageneziyası kimi az rastlansa da, proqnostik cəhətdən xoş hesab edilmir. Hamiləliyin ilk trimestrində meydana gələn prosencefalonun iki beyin yarımkürəsinə bölünmə etapının pozulması ilə xarakterizə olunur. 3 formada özünü büruzə verir: lobar, semilobar və alobar. Sxematik olaraq yarımkürələrin normaldan alobara doğru dəyişik variantlarını izləmək mümkündür. Alobar forma aralarında ən ağır hesab olunur. Bir sıra hallarda ciklopiya, yəni tək göz və ya iki gözün birləşməsi ilə müşahidə olunur. Ayrıca yarımkürələrin olmaması təbii ki, mədəcik sisteminin quruluşuna da təsir edir və tək mədəcik formasında bir patoloji görüntü meydana çıxır. Dəyişikliklər bununla məhdudlaşmır. Beyin yarımkürələrinin olmaması, yarımkürə arası yarığın da olmaması deməkdir. Eləcə də talamus, qarışıq beyin mərkəzi boyunca yerləşən strukturların da anormal inkişafı baş verir. Dəyişikliklər nə qədər çoxdursa, proqnoz da bir o qədər neqativ hesab olunur. Semilobar forma orta subtip hesab olunur. Alobarla müqayisədə proqnozu bir qədər yaxşıdır, lakin burada da bir sıra yanaşı patoloji dəyişikliklər müşahidə edilir. Bura korpus kallozumun ageneziyası və ya hipoplaziyası, beyin yarımkürəsi yarığın olmaması, alın və gicgah paylarının, eləcə də orta beyin strukturlarının atom inkişafı aiddir. Sadalanan tiplər arasında ən yüngül forma sayılan lobar holoprosencefaliyada biz falksı görə bilirik. Korpus kallozum ya normal, ya da hipoplastik formada izlənə bilir. Lakin cavum septum pellucidum adətən izlənmir. Davam edək. Hidroanencefaliya nadir rast gəlinsə də proqnostik cəhətdən neqativ xarakterli hesab olunur. Adətən gestasiyanın 12-ci həftəsindən etibarən adətən daxili yuxu arteriyalarından qaynaqlanan insult nəticəsində meydana çıxdığı güman edilir. Falks, orta beyin strukturları, bazal qangliyalar yəni müşahidə edilsə də, amma beyin yarımkürələri inkişaf eləmir və sanki boş bir kisə şəklində görüntü meydana çıxır. Təbii ki, bu vəziyyət hidroanencefaliya və anencefaliya ilə səhv salınmamalıdır. Onlar barədə artıq əvvəlki slaydda məlumat vermişdik. Qısa xatırlatma edək. Hidroanencefaliyada biz mədəciklər daxilində artan maye həcmini görsək də, bununla paralel beyin yarımkürələrini də izləyə bilirik. Hidroanencefaliyada isə yarımkürələr inkişaf eləmir. Anencefaliyada isə ümumiyyətlə kəllə qapağı və onun elementləri tam formalaşmır. Təqdim olunan görüntülərdə bir daha boş kisə şəkilli bir beyin strukturunu izləyirsiniz. Haradakı yalnız orta beyin elementləri, qismən talamus və beyincil müşahidə edilsə də, əsas beyin yarımkürələri inkişaf etmədiyindən izlənmir.
Növbəti tanış olacağımız patologiya şizofreniya adlanır. Digər kongental anomaliyalar kimi o da nadir rast gəlinir. Şizofreniya beynin inkişafı zamanı yaranan nadir anadan gəlmə bir anomaliyadır. Beyin korteksində adətən boz maddə ilə örtülmüş bir yarıq, buna kleft də deyilir, meydana gəlməsi ilə xarakterizə olunur. Bu yarıqlar beynin bir və ya hər iki yarımkürəsində ola bilər və çox vaxt mədəciklərlə əlaqəli olur. Şizofreniya neyronal miqrasiya pozuntuları qrupuna aiddir və tez-tez ciddi nevroloji problemlərə səbəb olur. İki formada özünü göstərir. Açıq dodaqlı şizofreniya, burada yarıq geniş olur, mədəciklərlə açıq şəkildə əlaqəli olur və qapalı dodaqlı şizofreniya. Yarıq daha dardır, divarları bir-birinə yaxın olur. Proqnoz şizofreniyanın şiddətindən asılıdır. Qapalı dodaqlı şizofreniyada proqnoz daha yaxşı ola bilir, amma açıqda ciddi nevroloji və ya inkişaf problemləri müşahidə edilir. Təqdim olunan görüntülərdə ilk baxışdan deformasiyalı bir beyin görüntüsü izləmiş olursunuz. Əslində bunun səbəbi biraz öncə adını çəkdiyimiz yarıq, yəni kleftin hesabına meydana çıxan defektlərdir. Həm qapalı, həm açıq formalarda özünü büruzə verir. Şəkildən gördüyünüz kimi açıq forma mədəcik sistemi ilə əlaqəli olub, bəzən holoprozencefaliya kimi digər yanaşı patologiyalarla birlikdə müşahidə edilə bilir. Açıq formalar adətən iki tərəfli ola bildiyi halda qapalılar bir beyin yarımkürəsində izlənir. Haqqında danışacağımız növbəti patologiya lisensefaliya adlanır və adı Yunanca hamar beyin kimi səsləndirilən bu patologiyada elə adından göründüyü kimi beyin qırış və şırımlarının hamarlaşması ön plana çıxır. Bu vəziyyət neyron miqrasiyasının pozulması nəticəsində yaranır və ağır neyrogen pozuntuları, epilepsiya və intellektual gərginliklərlə nəticələnir. Lisensefaliya iki əsas tipə bölünür. Tip 1 bu klassik formadır. Hamar beyin səthi, qalınlaşmış korteks, təxminən 10-20 mm qədər və azalmış sulkuslar. Tip 2 Cobblestone lisensefaliya adlanır. Düzənsiz kortikal səth, sinir rezəli xəstəlikləri, məsələn, Walker-Warburg sindromu bu sindromla müşayiət olunur. Hamar beyin səthi azalmış və ya tam olmayan gyrus sulcus formalaşması, buna obrazı dildə saat şüşəsi görüntüsü də deyilir. Normalda 3-4 mm olan beyin qabığı 10-20 mm qədər qalınlaşır. Azalmış ağ maddə həcmi və genişlənmiş mədəciklər də prosesi təqib edir. Lisensefaliya adətən neonatal dövrdə ağır epilepsiya, gipotoniya, inkişaf geriliyi ilə özünü göstərir. Spesifik müalicəsi yoxdur, lakin simptomatik yanaşmalar tətbiq olunur. Bir sıra hallarda görüntü xüsusiyyətinin müxtəlifliyini nəzərə almaqla tomoqrafik dəyərləndirməyə də ehtiyac olur. Bu slaydda da lisensefaliyaya aid görüntüləri izləmiş olursunuz. Beləliklə, əsas patoloji durumlarla tanışdıqdan sonra keçək hər kəs üçün önəmli olan norma və patologiyanı ifadə edəcək protokol hissəyə. Bu hissə təbii ki, bütün dünyada qəbul olunmuş RATS sisteminə hələ ki qoşulmasa da, lakin beyin elementləri üçün xüsusi qəbul olunmuş standart normativləri özündə əks etdirməklə həm diaqnostik həkimin öz fikrini əhatəli yazmasına və klinisistə də lazımi ətraflı məlumatı vermiş olur. Beləliklə, başlayaq yarımkürəsi yarıqdan. Adından göründüyü kimi və artıq əvvəlki slaydlarda da bildirdiyimiz kimi, interhemisferik yarıq normada tam mərkəzi mövqe tutmalıdır. Onun hər hansı bir tərəfə yer dəyişməsi, istər deformasiyalı olsun, istər olmasın, artıq patologiya sayılır. Ən çox rastlanan qövsvari deformasiya sıxlıqla qövsün əyildiyi tərəfin əksində bir şiş prosesi və ya maye yığıntısından xəbər verir. Əgər deformasiya yoxdursa, lakin yer dəyişmə varsa, bu daha çox yarımkürənin hipoplaziyası və yanaşı üst sinirinin dəyişikliklərindən xəbər verir. Normada gestatsiyanın 30-34-cü həftəsində yarıq eni 2.16-3 mm arasında, irəli həftələrdə 1.19-2 mm arasında dəyişir. Doğuş sonrası isə normativ 4 mm qədər götürülür. Subarachnoidal sahənin qalınlığı isə 3 mm qədər normal olaraq qəbul olunur. Dəyərləndirilməsi vacib elementlərdən biri də mədəcik sistemidir. Bildiyiniz kimi, burada təkcə bir mədəciyin dəyərləndirilməsi kifayət eləmir. Bütövlükdə sistem halında protokolda qeydiyyat aparmaq şərtdir. Bu xüsusilə genişlənmənin dərəcəsini müəyyənləşdirmək üçün vacib hesab olunur. Normada yan mədəciklərin dəyərləndirilməsi əsasən onların cisim və ön buynuzları səviyyəsində aparılır ki, burada da normal diametr 4-5 mm qədər götürülür. Arxa buynuzlar adətən asimetrik və ön buynuzlardan fərqli rəqəmlər göstərə bilir. 3-cü mədəcik diametri 2-4 mm arasında dəyişir. 4-cü mədəciyin vizualizasiyası çətin olduğundan burada əsas onun forma və lokalizasiyasına fikir verilir.
Beləliklə, normativ biləndən sonra aşağıdakı cədvəl üzrə ventrikulomeqaliyanın dərəcəsini müəyyənləşdirmək çətin olmur. Cədvəldə bu göstəricilər hər bir hal üçün izləmiş olursunuz. Vaxtınızı alıb hər birini ayrıca sıralamaq istəmirəm. Bilirəm, onsuz da kifayət qədər vaxtınızı almışam. Sisterna magna genişliyi əgər normal doğuş baş veribsə 4-5 mm, vaxtından əvvəl baş verən doğuşlarda 10 mm və üzəri rəqəmlərdə ola bilir. Quadrigeminal sisterna normada 3-cü mədəci ilə beyincik soxulcanı arasında incə gipoexogen xətti struktur şəklində izlənir və ölçüsü 3 mm keçmir. Lakin bu səviyyədə meydana çıxan subarachnoidal qanaxmalar və kistalar vaxtı ölçüsü böyüyə bilir və xüsusən də bu proyeksiyada arachnoidal kistə ilə diferensiasiyası çox çətin olur. Cavum septum pellucidum normal qalınlığı 2-10 mm arasında dəyişə bilir. Növbəti bir neçə slaydda sizə həm neyrosonoqrafiyaya aid normal rapor protokolu, həmçinin bəzi patoloji durumlara bağlı protokollar təqdim etmək istəyirəm. Məncə əlavə kommentariyalara ehtiyac yoxdur. Bunlardan rahatlıqla öz raporlarınızı yazmaqda istifadə edə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.